beraber gəlirik, bu mən qarşıladı. Beklediğim şey oy buydu. Bak görürsünüz, pəncərəm bağlıyım, mən gəlmişdik. Salam gençler, herkes salamlayıram. İşte bu sahtekarlıktı, bak gördünüz. Ama bu da var da, birinci bu kadar almış olmayacaktı. Ve onu unuttum her zaman demeyi, bunu da deyip, lider ya da rehber olmak istiyorsa, uğurluları sevilendi. Bir insan tanımak için verilen en güzel suallardan biridir. 1 milyon dolar atıram. Varındı ne edeceksin? Necə? Necə? Deyin de var. Olanlar demirəm, akşama tutularlar. Onlar. O 1 milyon dolardan sonra buradan çıxanda birinci adamın ağzından atar. O heç. Kızlar ne yiyirsiniz? Kızların fikirləri mənə maraqlıdır. Cidden deyirəm. Hər hansıdan babamız ölüb, sizə də baba da yoxdur, sizə bilirəm. Amma necə? Bak, xahiş edirəm. Adınız nədir? Rəqsana. Bax, qadınlarla işlədim. Mən işə başlayanda qadınlara xidmət göstərsə də olmamışdım. Deyir ki, bir gün Ronaldo ilə danışırlar, deyir ki, qoş oynasın da 18 milyon misalçın ayıb. Deyirəm ki, sən öncə mən Ronaldo qədər balansımda pul olacaq. Mən 5-də oyadacaqlar ki, dur 5 kilometr qaç, o adamı vararam, təzdən yataram. Öyle bölmək deyil. Öncə o yerə gəl, bax. Rəqsana, bu arada bunu sənə deyim, obyekt dediğim insan şablonlaması. Yəni, sən oturuşun, halqa sızğaların, saç topuzundan, sən hələ o da yaxın deyə portbaquya, bir dənə bir gözdə, xaraba qalsın deyə ton açmadılar ki, biz bir. Yəni, təbii ki, eləyərsən, buna şübhəm yoxdur. Amma bu, yəqin ki, buralara çatanda, bu olmayanda burada düşünərsən. Amma yəni, ora gəlmədən belə iddialı danışmaq. Başqa? Ya özüm üçün düşünmədən, onu deyim, o da axmaqlıqdır. Bəlkə səmimi sənə gedən eləyərsə, o da axmaqlıqdır. Xaricə qaçaram. Tamam, qaçar ama bax. Niyə qaçır? Bu arada sizə də var, hə? Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. Biz əslində bu ölkədə bizi anlamırlar. Biz səhv ölkədə olmuşuq, biz Avropada olsaydıq. Qızım, irəli getməyin demək, məqsəd nədir? Ümumi olaraq məncə mənə görə insan çox gəzdikcə olgunlaşır. Tamam. Yəni Azərbaycanda qalıb, yəni burada metroya minməkdənsə Amerikada gedib metroya minmək məncə daha yaxşı. Bu da bir yaxşı ölçü vayd oldu ama yox, belə baxın da bir mövzuya. Bax, bu da var ha, bax. Mən gəzmiş bir kimi deyirəm. Belə gelib 2-3 gün yox ha, 1 ay, 15 gün. Biz axırıncı Rüfət bəylə Afrikaya getmişdik misal üçün. Niyə Afrikaya, Kongoya gedərsən ki? Burada getdik. Valla heç bir səbəbsiz ha, yəni sadəcə getdik baxmağa, yəni başa düşdük bəzi şeyləri, getməmək lazım bir daha, mövzu deyil. Yəni gəzmiş Avropa falan bir şey deyim ki, yəni nə? Bax, hər yerini gəzmişəm. İstəbiləm, Çinin kəndində də olmuşam, Afrikanın kəndində olmuşam, İsviçrənin bir kəndində də olmuşam, mərkəzində. Yəni, nə deyirsəz yaşamış biri kimi deyirəm ki, bu gün mənim imkanım da var. Mən dünyanın ən böyük fransız şirkətində işləyirəm, Avropada mənim üçün budur. Bax, belə. Amma nə lazımdır sənə, de. Yəni, nəyi burada edə bilmirsən, orada edəcəksən. Hansı dəyəri burada görmürsən? Bayaq siz dediniz kimi, əgər sən beyin hüceyrəsi ilə yenilənməklə bağlı bir işləsən, buradakı laboratoriyalar həll vermirsə, təbii ki, gedin. Gedin San Fransiskoda işləyin, amma haradasa bilmirəm da, indi o sektor harada. Amma sən burada neyinsən ki, sən burada da Türk serialına baxsan ki, balacaq burada da baxacaqsan. Sən burada da saç makyaj edib, dodaq boyası vurub, gelib kof edəcəksən, orada da eyni şey edəcəksən. Yəni, mən burada deyin edimsə, işdim Avropada da onu elədim. Yəni, Avropalı için bir şey demədim. Yəni, sizin genəldə, mən o gün bir şey anladım ki, artıq pul qazanmaq istəmirəm. Artıq pul qazanmaq istəmirəm. Niyə? Çünki dəyişən bir şey olmur həyatımda. Fikir verirəm, 6 yaşında Sərxan xəyalları. Vallahi o gün oturdum, sorğuladım özümü.
Oturdum sorğuladım, həqiqətən oturub sorğulayırdım. 6 yaşında Sərxan xəyalları nə idisə, 35 yaşındakı Sərxan xəyallarda paşteyn idi. Bəyək dedim ki, motosiklet motorum böyüdü biraz. Başa düşdünüz, valla eyni şeydir. Yəni, değişən heç nə yoxdur mənim həyatımda. Sizdə də olmayacaq. İndi neyini siz onu biraz böyüyünü eləyəcəksiniz. Tutabildi nə demək istəyirəm? Mesela qardırop, çox geyim falan sevənsinizsə, qardırobum biraz böyüyəcək. Heç nə dəyişmir. Bunu başdan deyim, o Jim Carrey'nin sözüydü. Dedim, mən Tanrıdan istəyirəm ki, insanlara hər istədiyini versin və o gün anlayacaqlar ki, əslində istədikləri şey bu deyil. Başa düşdünüz mü istəyirəm? Tutun temana. Deyək ki, mən istəyirəm ki, Kənana Allah Taala nə istəyirsə Kənana versin və Kənan o səhər oyananda anlayacaq ki, əslində istədiyi şeylər bunlar deyilmiş. Kazandıqlarınız şey gözünüzdə alınır. Təbii ki, adiləşir. Onun üçün də mənə görə tam Avropaya gedin, gəzin, yaşayın. Amma misal üçün, qızım biri deyir ki, məsələn, mən moda ilə məşğul olacağım. Get, misal üçün, Milanda bir kurs al. Nə bilim, oğlan deyir ki, atıram da. Mən, nə bilim, doktorluqla bağlı, get bir Almaniyada ya da İsrail'də bir təhər. O başqa bir şeydir. Amma mən getmək istəyirəm. Siz kimə lazımsan orada? Niyə gedirsən oraya? Yəni, bir dostumuz var idi, bir gün mənə bunu dedi. Heç unutmaram. Azdefte kurgunda dostuyla danışır telefonda. Adam bunu dedi, tanımam da bunu demeye. Dedi ki, burada dedi, ABD'de dedi, banan verirler dedi. Dedim, sen burada bir banan alabilmirsən, dedi, get bizə lazım deyirsən sən. Bu qədər tipoy bir yanaşma olabilir. Sosial dövlətlərdə yaşamaq istəyirəm. Mən qızım biri deyir ki, məsələn, mən burada ana olacağım, mən burada uşaq etmək istəmirəm. Niyə? Sosial bir şey istəyirəm. Onun bir söz deyə bilmərəm. Nə bilim, bu qızımız deyir ki, nə bilim, mən fəlsəfə oxumaq istəyirəm, bunun üçün gedirəm, okeydir. Nə bilim, başa düşdünüz mü istəyirəm? Amma prosto gedirəm. Yəni, bunun ən gözəl cavabı nədir? Mən sizə deyim, uşaqlar evini saxla öncə. Saxla. Çünki aparatsan, səhviyyə ilə verəcəksən, pulu yeyiləcək. Öncə bir diyan. Öncəliklə, mən hər zaman deyirəm, bunun doğrusu budur. Müəyyən bir məbləğlə öncə bir gəzin. Dünyanı da bölün belə bir altılı bölümə, pizza dilimi kimi. Bir buradan gəzin. Dünyanın bir qarşıdan gəzin. Bu sizin dünya deyil, anladığınız dünya. Bunu bir 6-ya bölün ümumiyyətcə, bir misal üçün. Buranı gəzdiniz, onun qarşısından bir yer gəzin. Buranı gəzdiniz, bunun qarşısından. Yəni, yaxın kültürləri görməyin də, fərqli kültürləri görün. Həm özünüzü gəlişdirin, həm bir araşdırın, mən biraz pulum var, neyə bilərəm? Ondan sonra gəlin, qərar verin, böyük ehtimal ki, o batacaq. Amma o 1 milyonu batırandan sonra aldığınız təcrübələrin indi bu işdə uğurlu olursunuz zaten. Və bu gündə mən bunu da satsam, sizə yaxşı satacağım. Niyə? Çünki çox şey satıb yoxlamışam, sata bilməmişəm, amma çox şeyi də öyrənmişəm. Anladınız nə istəyirəm? Başqa? Bu arada bunu satmaq deyəcəyiz. Bunu sizə deyim, hazır biznes. Bunu mağaz açıb satırsınız. Mağaz açıb satmayın. Bir dənə fiyat doblu alın, ofislərə çatdırın mənə satın, daha çox satasınız. Çünki bunun üçün heç kim ofisdən çıxmaq istəmir. Amma ofisə gəlsə, hər kəs almaq istəyir. Bizim ofisdə o gün tapa bilmirdik. Bu neçə olur? Neçədir bunlar? 1 manat deyək də. Bizə o an mən 5 manat verməyə razı idim, misal üçün. Sən 1 manat mayası, 1 manat çatdırılman, yenə də qazanmısan. Yəni, bir şeyləri satışını da fərqli satmaq lazımdır. Başqa? Daha mövbə xanım qeydlədiyi şey, Azərbaycandan getmək. Burada mən, məsələn, Azərbaycandan getməkdə əsas səbəb məndə odur ki, Azərbaycandakı insanların beyinləri. Məsələn, tutaq ki, mən bir ideyam var idi, Mater stakanları ki var. Məşhur futbolçular oyunlara gedəndə əllərində taxta belə stakanlardır. İçində bəlkə görmüş olarsınız, içində çay içilərdir. Amma məsələn, onu gətirib bu trend bir məhsul ola bilərdi Azərbaycanda və ya Türkiyədə məsələn, trend bir məhsul ola bilər. Sonra sən bunu gətirib Azərbaycanda satsan, sənin hədəf kütlən futbola maraqlı olan insanlardır və futbol oynayan uşaqlardır. Onların hamısı məsələn, əllərində qəlyanın və s. Tamam, okey. Rəngi olmaq. Və yaxud da, məsələn, mən bayaq dedim ki, restoranlara xidmət satmaq. Tutaq ki, sahibkar gedəcək, məsələn, afisant axtarırlar, qadını axtarırlar ki, afisant lazımdır. O yazır bir ay qalır, ondan sonra hər hansı bir işini götürürlər, sonra bir aydan sonra onu çıxardır. Amma, məsələn, Türkiyədə belə bir proyekt var ki, siyah papyonlular deyirlər. Profesional afisantlar hazırlayırlar və verirlər onlara. Müəyyən bir vaxtdan sonra onlar qızıl papyona yüksəlirlər və s. məsələn. Amma sən həmin o layihəni, ondan əvvəl Azərbaycanda eləsən, o sahibkar ona çox mənfəət. O, sən dedin artıq startapa girir, layihə olaraq. Amma fikir olaraq səninlə razıyam ki, bəzi, siz necədir uşaqlar? Bunu çox təəssüflənərək deyirəm. Siz yox, biraz da sizin bəzi yaş qrubu, hər bir millətdə və hər nəsildə bir qurban nəsil olur.
Bu qurban nəsə nəyin qurban olur? Əxlaqi dəyərlərin, sosial yanaşmaların, biznes sektorunun, bütün sektorlarda qurban bir nəsil var. Bu mütləq olmalıdır. Bu Avropalılarda olub. Bizə bu günlərim Avropanın türkçilli dövlətlər hətta deyərdim, Asiya və Çinlə müqayisədə bu qədər yavaşlamasının tək səbəbi bilirsiniz nədir uşaqlar? Çünki Avropa yoruldu. O qədər ki, inteqrasiya. Avropa bu dəqiqə böyümür ki, Avropa bu dəqiqə yerində hətta bəzi ölkələr geriləyir. Səbəbi bilirsiniz nədir? Qanun çıxartdı. İşsizlik maaşı deyə bir qanun çıxartdı, tamam mı? İşsizlik maaşı. O, sosial dövlət nə bomba. Bəzi ölkələrdə bu 2000 evrodan çoxdur. Oturur belə, valla. Gözlə görəm, sizcə bu neçə min adam düşünür? Bax hələ, işsizlik maaşı nə qədər deyir? O deyir ki, misal üçün da, 2000 evro. Papadan bir dənə ev buradadır, bir dənə də orada. Onları kiraya versəm 6000 evro oradan. 2000 evro da buradan 8000 evro. Bir dənə şataq çevirdi türk lirəsinə, köçdü Marmarisi. Всё. Avropa çökür. Çox, mənim hələ nacizanə, mən iqtisadçı zad deyiləm, gördünüz? Yəni ki, neyinirlər? Bu gün Hollandada ölürlər ki, uşaq doğulsun. Sən 20 il əvvəl həmcinslərin evliliyinə icazə verən qanun çıxardanda bilmirdin, belə olacaq. Düşünün, 2 dənə oğlandı və yaxud da 2 dənə qızdı. İkisi də çox gözəl təhsil alıblar, çünki Avropalıdırlar. Mükəmməl təhsil alıblar, mükəmməl haqlara sahibdilər, mükəmməl gəlirə sahibdilər. Nə olur? Uşaq, onu da icazə verildi, dövlət dedi ki, sən get artıq uşaq evindən uşaq götür. Nə bomba. Uşaq kimdir? Pakistanlı. Əbin İş-Şeyx. Bunu götürürlər, mükəmməl təhsil verirlər. Hollandanın Daxili İşlər Naziri oldu bir Pakistanlı. Nətərdir? Bax, dövlətlər bu şeyləri çox qorxurlar. Bu dəqiqə Hollandada qurban olmuş uşaq doğun deyə yalvarırlar. Başlayırsınız, bu məsələdə ki, sənin sualıma cavab olaraq deyirəm, bu bütün sektorlar üçün bəzi mental yanaşmalar var. Hə, tamam, sən indi o satmaq istədiyin məhsulu Avropaya satırlar, sən satanmırsan, bu gün internet dünyası vardı. Amazonda aç e-ticarət, oradan sat. Misal üçün deyirəm. Hə, satanmırsan, Azərbaycan etmək istəyirsən, getməyəsən, qardaşlarım. Azərbaycanda razıyam ki, sən onu sata bilməzsən. Azərbaycanda populyar məhsulların bir şeyini çıxarsaq, cədvəlini çıxarsaq. Hə, yəni bu, razıyam ki, o qədər ürəyaçan deyil. Bu günlərəm, amma misal, mən Avropaya 2 dəfə gedəndə şokdaydım. Mən şokdaydım ki, niyə bunlar bu qədər outdoor, yəni çöl geyimi geyinirlər. Yəni, bizim kimi bu material geyinmirlər onlar. Çünki devamlı yağış kəsir, yağış, giz olurlar ki, onlar pastayanlar, misal, gedin orada kaşmir kimi materiallar çox ucuzdur. Misal, sizin əlinizdəki kapşon çox ucuzdur. Amma onun plaşavoyu çox bahadır. Çünki tələbat onadır. İqlim onu məcbur edir. Bizdə plaşavoy geyinilmir. Niyə? Dəniz kənarı, Bakı nəmişlik, plaşavoy geyinib tərliyirsən və s. Onun üçün də parça, kaşmir və s. Yəni, yun ya da pambıq və s. İşte hər millətin bir də məcbur qaldığı bölüm var. Məsələn, Çin malı deyilən anlayış var. Ha. Mən Çinə gedində dedim ki, xahiş edirəm. Yəni, mən Dubaya gedində dedim, ərəbləri pisləməyin. Bu, bizə gələn, bizim anladığımız nədir? Yəni, nə iş görürsənsə, bəyək bir söz dedim, yaxşı öyrən gör. Sözsüz ki, bu qrubun içindən bir 4-5 nəfər o olacaq. Mütləq olacaq. Yəni, mənim küvəli yoxdur, sənsən, ya sənsən, amma bu belədir. Qalanlar da ki, işte başqalarının həyatını müzakirə edəcək, seriallara baxacaq, nə bilim, yığışacaqlar, misal üçün. Keçən səfər sizin kimi oğlanlar oturmuşdu arxada, dost Turan oturmuşduq. Dedim, bu uşaqların açıq beynindən öpmə, danışırlar belə. Uşaqlar elə şeylərlə danışır, mən anlaya bilmirəm onu. Yəni, başqa bir urvindədirlər. Sözsüz ki, onlar böyün sabah daha başqa bir həyat yaşayacaqlar. Amma mən dünən axşam nə gördüm qabağıma çıxdı? Hə, Antalya'dan bir video çıxdı qabağıma və mən başa düşdüm ki, 4 ildir mən niyə Antalya'ya getmirəm. Bu şey, tuta bilirsiniz, o müəyyən bir segment var, ha. Bakıda siz varlıları görə bilməməyin səbəbi siz nədir? Tovla Targoviya çıxmır ki. Hər an Targoviya çıxıb bir tərəfindən bıçaqlana bilər yəni. Bu dünya belə olur. Antalya'ya 10-20 il əvvəl yadıcı gəlirdi, biraz daha yaşımız olsa da başqa bir segmentasiya gedirdi. İndi misal üçün 2 il öncədən $400, $200 bilet alıb gedirlər.
Yəni o işi o qədər adiləşdi. Avropaya getmək, yadıcı gəlir. Uşaq olsazdı Avropa. İndi Avropaya getmək nə qədər çətin bir şeydir. Viza yerindən $90 uçursan buradan İtaliyaya. Tutdunuz nə demək istəyirəm? Yəni burada biraz da o sivilizasiya deyə ya da inteqrasiya deyə bilmirəm. O birləşmələrin, millətlərin, dövlətlərin birləşməsinə ötürü yaranan bir kolaylıq var. Amma sən dediyin sata bilməyəcəksən, haqlısan. Başqa sual? Yəni, belə bir siyasət var ki, əsasən biznesdədir, yəni buna sizin fikriniz nədir, anlamalıdır. Məsələn, sizin dediyiniz mütəssislər köhnə, daşı. Dediyiniz ölkələrdə çox ucuzdur. Çünki ondan istifadə eləməyir. Orada alıb həmin köhnəmi Dubayda çox bahaya satmaq olar. Oradan aldın, apardın, orada satdın. Necə verir? İçəridəki bazar, Çin niyə o qədər yaxşıdır? Çinin bu gün qapılarını bağla, mən getdim gördüm yəni. O 21.000 kilometr Çin səddini gördükdən sonra baxışım dedim, bunlar manyaqdır, bunlar insan deyil. Adamların qapılarını bağla bu gün. Yəni özlərinə xəf edib yaşayacaqlar. Hər şey deyirlər çünki adamlar. Bir də bizə bax. Bunu da deyəmirik. Eləyəmirik, yox, uz istəyirəm. Eləmirik. Onun yerinə nə edirik? Targovda gedib otururuq. Belə bir şey çıxartmışam ki, yaxşı biznesinin, bu da böyük biznesinin həm yaxşı mühasibatçı olmalıdır, həm yaxşı idarəçi olmalıdır, yaxşı rəhbər olmalıdır. Bunu da taxa bilər ki, yaxşı siyasətçi olmalıdır. Yox. Sadəcə özündən daha ağıllı adamları öz üçün işlədə bilməlidir. Bunu heç birini eləməməlisən. Sən nəyə yaşayasın onda? Sən niyə biznesmen olmuşsan? Sən niyə ayda 1 milyon qazanırsan? Sən dediyinə belə çıxır ki, səhər tezdən durur. Bütün detalcı idarəçini yoxlayır. Ay, bu burada durmamalıdır. Oranı təmizləyir, buranı gün orta hesablara baxır. Axşam da elə şey olar. Yəni, sadəcə sən nə eləməlisən? Biraz manipülyatçı olmalısan. İnsanları inandırmalısan ki, sən hamını çox istəyirsən. Mümkün qədər siyasətçi olmalısan, amma söhbət dövlət idarəçiliğine getmir, insan idarə etməsinə gedir. Misal üçün, burada 4 dənə qız oturublar. Bu 4 dənə qız mənə yaxşı pul qazandırırlar. Onlar çox səmimi olmamalıdırlar. Devamlı arada onları bir yoxlamalısan ki, çox bir-birine güvənsiz olsunlar. Çünki onlar bir dəfə sözləşib çıxdıqda sən biznesin bir qolu parçalanır. Güvən necə bir şeydir, bilirsən, bax. Bir var qarşılıqlı çıxarlar, tamam mı? Bir də var ki, xoşgörü. Bugün sizlə bağım xoşgörüdür. Mən sizə tamamilə güvənirəm. Amma mobil nömrəm sizdə yoxdur deyə güvənirəm da. Bir də var ki, qarşılıqlı çıxarlar. Yəni, mən burada hər danışanda pul qazanıram ya. Mən istəyəcəm ki, siz məni dinləyəsiniz, hani rəhbərlik baxır. Bu güvən qarşılıqlı çıxara bağlı olmalıdır. Nə verirsən, nə alırsan, prinsipi daha orada rol oynayır. Təbii ki, biznesdə güvən belə xəyaldır da, yəni güvənməməlisən. Amma genel olaraq güvəncəmizi, biz Günay xanım üçün mənim köməkçimdir. Mən ona o qədər güvənirəm ki, bəzən mən bilmirəm ki, mənim maddi olaraq da və s. Mənim iş telefonum isə ondadır. Bugün mən kimsə yığırsa da ondan danışır, bəlkə hər hansı qapımı da bağlayır. Bizə siz yığırsınız, İşlər xanım, sizin üçün atıram da, gəlin bunu əlinizdə tutun, sizə $1000 verir. Bu cavab yazmır, misal üçün, getdi mən $1000. İdarə etmə belə bir şey ki, bir növbədə, yəni, mən çox təcrübəsi başlamışdım, başladım, ilk növbədə götürdüyüm idarə heyəti, idarə götürdüyüm tələbələr, yəni çox yanlışlarım. Dedim ki, yəni bütün işlərdə sizə kömək edəcəm, yəni sizin yanınızdan sayayım, sizinlə bir yerdəyəm. Bütün iş qaldı mənim sizdə. İlk tədbiri demək olar ki, özüm edəcəm. Bəyək, bəs xanım qıza dedim, axı, birinci gelin o pulu uduzun, ondan sonra, yəni qətiyyən bu arada deyim, uğursuz olmaqdan, pul uduzmaqdan, aldadılmaqdan qorxmayın, bu çox gözəl bir şeydir. Qarşılığında mükəmməl şeylər öyrənəcəksiniz. Bir dənə düşünün, keçən bizim salonda bir sıxlıq var idi, sizin yaşda qızlar gəldilər. Qız bəlli ki, məni tanımır, tamam mı? İndi yəqin yaşıma başıma baxır, vidma fasoruma, düşünür ki, bu istədiyimi edə bilməz də, başa işləyim mənə. O başa düşmür ki, mən səni keçələ razı salaram. O biraz yaş və təcrübə inanılmaz şeylər uşaqlar. Mənim çoxunuz valideyninizi başqa cür görmüş ola bilərsiniz, amma
5 yıl sonra gəldiyiniz nöqtəyə inana bilməyəcəksiniz. Gördüyünüz işdə də, insanın işlərində də inanılmaz şey. Siz bu gün beyninizin olduğunu düşünürsünüz ya. Vallahi yox. Çünki mən də orada olmuşam. Cidden yox. Sən bu gün düşünürsən, sən artıq bilirsən, okeysən. Yox yəni. 5 yıl sonra yenə sənsən. Mən demirəm ki, sən bir şey olacaq, mən bir şey deyəcəm ya da kimsə. 5 yıl sonra sən bu sənə baxanda güləcəksən. Neçə yaşınız var ortalama? 16, 17, 21. Tamam. Sonra 20. Sonra ortalama. Hə də yəni ki, hələ bir doğru deyil. Yəni belə deyim də, böyüdülmə çevrəviz və ailə faktorundan asılı olaraq genəldə 27 yaşınıza çatmadan çox belə iddialı qərarlar verməyin. Yəni ölkə köd dəyişmək kimi. Gedin gəzin, o demirəm, söz demirəm. Gəzməkdir falan filan, okey. Hər şey yoxlamağı okeydir, amma mən buradayam demək üçün çox tezdir. Minimum 24 yaş. Hə, düzdür, mən bəzi insanlarda bunu görmüşəm ki, yəni 7-sində nədir, 70-də bu həm yaxşı məndə, həm pis mənada. Başüstüz, yəni misal üçün adam görmüşəm, onu pul dəyişib. Adam görmüşəm, onu çevrə dəyişib. Bizim bu qızdan, heç kimin bu qızdan yola gedim. Mən çalışıram, ondan yola gedim. Tutunuz, özünü hər anlamda gündəlik gəlişdirirsən. Tuta bilirsiniz. Bizə oğlanlardan deyil. Bir dənə bir səy var, misal üçün. Çevrəmizdə var da o. Bildiyiniz o heç kimə lazım deyil. Sifondan əvvəlki adamdır da o. Sən onunla çalış, ünsiyyət kur. Bax, o halda sən daha yaxşı olacaq. Yəni, bütün bacarıqların praktikaya tök. Burada bu qızla adını bilirsən. Görsən, məşq elə də üzərində. Və bunu hamımıza deyirəm, ha. Bunun üzərində məşq elə. Bunun üzərində məşq elə. Bunun üzərində məşq elə də. Çünki sabah bir gün, sən düşün ki, bizim şirkətə gəlmişsən, tamam mı? Günay xanım üçün burada bir qız var. O qızı orada məşq elə ki, sabah Günay xanımı sən o səviyyəyə yetirməlisən ki, tutdu nə demək istəyirəm? Bunun üçün də çox sadədir. Günay xanım bizə iki dəfə işə gəlmişdi. Kosmetologlarla işləyir, sahib misal çəkim. Günay xanım işə gəlib, ya heç yadından çıxmaz. Yazığım gəlir. Günay xanım indi yaxşı maaş alır deyə bilərəm. Günay xanım 5 il bundan əvvəl bizə işə gəlmişdi. Belə də üzr istəyərək deyirəm hamımızda. Mən insanlara o qədər dəyər vermirəm. Çünki dəyəri insan özü yaradır. Mən səndən, sən kimsən ki, mən saatımı xəşləyim, sənə danışım, belə. Gəlsin, sabah başla. Bizdə belədir. Çünki 2 günə göstərdi özünü o. Başa düşdünüz nə demək istəyirəm? Siz çoxlu sevgili olursunuz, bəyənirsiniz, evlənirsiniz, sonra niyə ayrılırsınız? Çünki həftədə bir dəfə görürsünüz, bütün minüslərinizi gizlədirsiniz. Başa düşdünüzmü? Amma bir yerə gələndə bütün minüslər ortaya çıxır. Bir gündə gizlətməyə nə var? Mən bir saata səni özümə elə inandıraram ki, mən sənlə danışsan. Bu, o şimdi təzərlə Günay xanım gəldi, işə götürdük, danışdıq. Axırın səfər Günay xanım gəldi ki, mən maaş artımı istəyirəm. Elə bu momentdə bizim çalışanlarımızdan birinin adı günüydü. Dəniz Molda təzə açılmış. Dedim, gerək bir ona hədiyyə alaq. Getdik, hədiyyəsini aldıq. Amma hədiyyə bizə necə alındı? Mağazaya girdim, götürdüm kassaya. Anladınız mı? O arada da Günay xanımı apardım. Tamam mı? Starbucks'da oturduq Dəniz Molda. Qabağı ufuq gördüyü qədər açıq. Təmiz hava, başın üstü açıq. Tamam, ufuqu açıq. 50 manatda maaşını saldım, getdim. Təzdən işlətdim ama. Təzə işi gəlib, işte bizim SMM'liyi falan da vermişik. Birinci gələndə demişdik ki, 4 post və 12 story. İndi mən bu krislomu da alır. Bunu da harada sipariş verir. Nə bilim, inşaat bazarına lampalar da alır. İndi hər şey deyir. Artıq mənim köməkçim oldu. Deyirəm ki, mən nə inirəmsə o da onu deyir. Başa düşdünüz? Bizim özümüzün şərti apteki var, amma alma elə də çox olmur. Onun da səbəbi oldu ki, regionda 2 dənə aptek var, bir bizim aptek, bir də başqa aptek var. O aptekin aldığı icraçılıq olur. Onun da səbəbi olmur. Danış deyəcəm. Çox arzuladım, bax, mən o qəşəng yerində olmaq istəyərəm. Çox qəşəng məşğuliyyətli var, görsən. Halaldır, buyur, davam elə. Onun da səbəbi oldu ki, biz firma dərmanları çatmırıq. Daha çox nəsiyyət dərmanlarının satılıb edirik. Onlar firma dərmanları gətirir. O firma dərmanlarda çox vaxt olur. Onların gəlişlərdə çox məsələti olur. Xəstəxanalardakı həkimlər o firma dərmanlarından istifadə edir deyə, həkimlər ancaq o dərmanları gətirir, öz müştərilərinə, daha xəstələrə. Onlar da o dərmanları almaq üçün oxusu aptekə gedir. Bahalı dərmanları elə verir olur. Heç bir də bizim aptekə gəlir. Bilməm insanlar... Tamam. Yaşın nədir? Necə? Yaşın. 17 yaş. Tam bununla bağlı bir film var. Tam. Yani filmi izleseydim bəs eləyirdim. Bəzən bir şeyi çözmək için bir film izlemək lazımdır. Ay, inanılmaz məşğuliyyətdir. Bax, çox bomba bir situasiyadır. Sən indi bu yolu
əxlaqi dəyərlərdən, etik qaydalardan ötürü seçmirsiniz, yəni satmamağı, yoxsa nədir? Niyə bunu satmırsınız? Onlar satsınız, siz niyə satmırsınız? Gəlişir çox bax. Bax, onlar necə satır? Ya onlar dövlət Hə, başa düşdüm. Hə, o zaman gəl belə eləyək. Mən sənə deyim, hardadır apteklər yer olaraq? ya qalada. Tamam. Birinci yoxla prosto. Bu ən ucuza başı gələn bir şeydir. İçəridə dəyişə bildiyin qədər vəziyyəti dəyiş, içəri lokal saxla, çox pul xərcləmə. Obyektivizin çöl girişini fərqləndir. Diqqət çəkən elə. Birinci növbədə. İnsanlar apteki zaten məcburiyyətdən qorxa-qorxa gedir ya. Lüks görünməsin. Lüks görünməsin ki, insanlar daha çox pul xərcləməkdən qorxur. Çünki ora məcbur gedir. Lüks brendlər ona görə lüks görünür. Çünki lüks xərcləməyə, görməyə gedən insanlar gedir. Amma aptek məcburiyyətdən getdiyi bir yerdir. Axşam papac işdən qaydada çörək alır ha. Bəs onu istəyərək almır ki. Məcburiyyətdən alır. Yəni o çörəyi sən luxury satmağın mənası yoxdur. Çünki çox da sata bilməyəcəksən. Yaşıllıq elə, məsələn, mənim nacizənə ilk baxışda. İçəridə bəzi məqamları dəyişik eləməyə çalış. Amma işin acı tərəfi budur ki, məsələn, mən şəxsən öz adıma deyirəm, bizim məhəlləmizdə çox lüks, böyük bir market var. Bir də balaca, bu qədər bir market var. Mən hər zaman orada alış-veriş edirəm. Səbəbi neyimsə, bir gün axşam məni tanıyırlar. Sözsüz ki, adam bir həftədə 3 maşınla gəlib, bu məni görüb, 2 motosiklla gəlib, bu da görüb, anladınız mı? Ya da tanıyır, bilmirəm. İndi başa düşür ki, bu adam küçədən keçən deyil, yəqin ki, o da var, sözsüz ki. Mən bir dəfə oradan çox bir şey almamışdım, 9 manat bir şey almışdım, maşını kənarda saxlamışdım. Əlim atdım, yoxdur, telefonumu atdım hani ödəməyə, sönüb. Qalsın dedi, sab ödəyərsən. Bax, o nöqteyi nəzərdən, marketdə bu elə bir ehtimal varmı? Bax, biraz insanlara onu anlatmalısan ki, biz əslində o bağ deyirlər, könül bağı, onu yarada bilməlisən. Öncəliklə mənim gözümdə içərini lokal olaraq pul xərcləmədən biraz daha gözəlləşdir, işıqlandır falan filan. Çölünü bir fərqləndir. Bir də dildən dilə reklam çalışır. Suyunu reklam deyirlər ona. Onu da necə edirsən? Məhəlləmizdə səni tanıyan, sənin tanıdığın, amma o, misal üçün onu belə deyim. Bu qızı sən tanıyırsan, amma bu qızı bunlar tanımır. Sən bunlara satmaq istəyirsən. Bundan suyunu reklam yək. Amma rəqibi pisləmədən. Bu etik bağ, onu qətiyyən eləməyin və biznesdə mümkün qədər çalışın, dürüst yaşamağa, işləməyə çalışın. Uzun qazanacaqsınız, uzun vadədə, amma çox qazanacaqsınız. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Məncə biraz da böyük firmalar var. Adidas, Nike kimi və s. Bunların Lamborghini, Ferrari kimi, onlar izlə. Amma qabağında not kağızın olsun. İzləyirsən not al ki, bunlar nəyi bu yaxşı edib, bu nəyi pis edib. Bəzən sadəcə ucuza satmaq deyil. Unutmayın ki, müştərimiz sizin 8-ci yerdə qiymətdir. Yəni, qiymət 8-cidir. Müştəri itirirsən ha sən. Bizə taxta satırsan, da atıram, ya da bunu satırsan. Sən müştəri 8-ci addımda qiymətə baxır. Öncəliklər müştəri itirməyimizin əslində daha önəmli səbəbləri var, amma daha az görünür. Onlara diqqət etmək lazımdır. Ən birinci nədir? O sektora görə dəyişir. Misal üçün atıram, location ola bilər, servis ola bilər, personal yanaşması ola bilər. O hər sektora görə dəyişir, amma bizim sektorda şəxsən ən önəmli məqamlardan mən Qızıl 5 deyirəm ona. Bir Qızıl 5 nədir? Birinci növbədə təbii ki, location olmalıdır. Ki, mənə görə bu UJ bir marka olandan sonra bir 2-yə keçdi. Birinci UJ mənim üçün yanaşmadır, yəni personalın, kollektivin, məhsulun yanaşmasıdır. Sonra locationdır. Sonra içəridəki personalın bir-biri ilə ünsiyyətidir. Bizim personala şəxsi hesablarını işlətmək qadağamız var. Bugün sevgilindən ayrıldım, Allah bəlanı versin, bu dünya onu paylaşamazsın. Deyirəm ki, promoyu hamını bağla, oğlanı açıq qoy, paylaş geçsin. Amma müştəri çünki səhər düşünür ki, bir dənə qızın məzunudur, ya da nə bilim, preparatını çıxardıb, aparıb investorlara təqdim edəcək. Bu gün deyəcəyim, saçımı kəstirim, boyatdım, daha gözəl görünüm. O gün də baxır ki, ustası yazıb ki, Allah bezdim ta bu dünyadan deyəcək. Bu ruhsal vəziyyət yaxşı deyil, məni də pis vəziyyətdə qoyacaq. Gördün? Həkim olmaq istəyən var burada, əlini qaldırsın. Həkimlik ya da tip
Yoxdur. Tamam. Tutaq ki, sən göz həkimisən, mən səni izləyirəm, sabah gələcəm, gözümə əməliyyat edəcəksən. Axşam sevgisinə ayrılıb, Allah qəhr etsin, cəhənnəm oraya. Gedərsən sən orada. Gördün? Sosial media sizin əslində xarakterimizin yansımasıdır. Bir dənə Azərbaycanda EA influencer niyə yaratmamışsınız? Mənim vaxtım olsaydı eləyərdim. Mənim vaxtım yoxdur. Çox sadədir, bir dənə ikon qız yaradırsan. Saçı bu olsun, boyu bu olsun, dəri rəngi bu olsun, tak yaratdım. Qız bir gün idmandadır. Məsələn, bir dənə zaldır, boş zal. İnternetdə şəkil götürürsən, qızı atırsan oraya, qız durub belə. Məsələn, paylaşsan, tak 7000 like zat. Influencer da, bildiğin influencer. Amma yoxdur belə bir şey. Yəni, sən də ona yazsan ki, mən reklam edəyərsən zat. Dünya hara gəlib, hə? Necə? Təbii ki, yəni, məncə bu yaradıla bilər. Məsələn, iş modellərindən biri də bu arada, deyim sizə. Azərbaycanda realdə həmin influencerlar. Həcən? Azərbaycanda həmin influencerların realisi var. Yəni Dünyanın hər yerində var. Amma Azərbaycanda sən eləyə bilərdin. Çox da qəşəng, məncə çox qəşəng layihə. Mənim vaxtım olsa yenidərəm eləyərdim. bir xarici biznesmen danışır, deyir, əgər biznes uğurlu olmaq istəyirsənsə, boz sahələri tapdalamalısan. Məsələn, kuryer xidmətləri, amma ilk yaranan kuryer xidmətləri, məsələn, çox böyük, məsələn, o probkalar, tıxaclara görə elektron skuterlər alır, minələr və bunları kuryerlərə təhvil verir. Və bunun üstündə bir həftə keçir, dövlət qalağa qoyur ki, artıq siz skuterləri səkinə gedə bilməz. Bundan qalağa qoyur. Bunlar da boz sahəni tapdalayaraq həmin səkidə tərsə etməyi, məsələn, çözüm olaraq görürlər. Siz karyeranızda həmin boz sahə arası hansı boz sahəni tapdalamısınız və biznesdə əsas Azərbaycanda harada görürsünüz boz sahələri? Mən sənə bir şey əmin edeyim ki, hər zaman bütün sistemlərdə boşluq vardır. Bax, bunu unutma. Onu tapan insanlar, ondan faydalanan bilən insanlar çox şanslı və çox uğurlu olurlar. Mən hər zaman, indi biraz inandırıcı gəlməsə də, etik olmayan şeyləri eləməməyəm. Mən ovçuyam. Amma heç vaxt yeməyəcəyim heyvanı öldürməmişəm. Öldürmərəm də. Yəni, heyvan öldürdüm, ova getdim deyə heç vaxt ova eləməmişəm. Tutdu nə demək istəyirəm? Kampa gedirəm, həqiqətən də bunun şahidi də olublar uşaqlar. Heç vaxt kampa kibrit ya da alışqan aparmıram. Orada yandıra bilirəmsə, o odu yandırıram. Orada 100 dənə ağac yandıraram, problem yoxdur. Amma təbiətdə əli yalın od qalaya bilirsənsə. Tutun. Çünki eşitləyirəm hər şeyi. Tuta bildin nə demək istəyirəm? Məsəl üçün, avtomatik maşınlarla ağac kəsmək etik deyil. Etik, əlinlə ağac qıra bilməkdir. Sən zaten əlinlə qıra bildiyin qədər təbiətə heç bir şey dəyişmirsən, zərər vermirsən. Tuta bildin nə demək istəyirəm? Bu nöqteyi nəzərdən mənim sizə nacizanə məsləhətim budur ki, sözsüz ki, boşluqlardan faydalanın, amma etik qaydalardan çıxmayın. Çünki bu, bir müddət sonra şəxsiyyətiniz də dəyişəcək. Sonra şəxsiyyətsiz, uğurlu insan olmaq inan ki istəməzsiniz. Çünki mən belə insanları çox tanıyıram. Zaten bir şeyin nail ola bilmirsən. Mən şəxsən çox imkanlı bir adama demişəm ki, sənin pulun yox idi, mən sən hörmətlənmirdim, bugün pulun var, yenə sən hörmətlənmirəm. Çünki mənim ona bir ehtiyacım yoxdur. Siz nəyə görə ehtiyacım yoxdur? Mən bilirəm ki, bu adamın mənə heç bir dəyər qatacağı nöqtə yoxdur. Bu günlərə bəlkə də Rüfət mənim çağırsa, sarası açılışa nə qədərsə pul istəyəcək, daha vaxt və sima istifadə edəcək. Mən şeydə, Belçikada, Starbucksda Rüfət, bir dənə zəhmət olmazsa sabah bunu eləndi, səs atıb, heç səsin açıb-açmadığına baxmadan işimə davam eləmişəm. Sağ olsunlar, gəlirlər, açılış elədilər. Falan filan, gördünüz. Bunun üçün mən bir qəpik xərcləmədim. Amma uğurlu, pullu və xaraktersiz insan olanda yenə də pulu xərcləyirsən. Çünki heç bir bağ yoxdur insanlarla. Yəni, bugünkü əmin olun ki, görüşümüzün ən önəmli məqamlarından biri sənin dediyin özünü gəlişdirir, davamlı və xoş düşünün uşaqlar. Gözəl düşünmədiyiniz müddətcə, açıq deyim, heç bir şey olmaz. Yəni, nə mənada? Bugün için mən qarşı hamısı minusları da var, zəifləri də var, problemləri də var. Oralara getməyin, daha gözəl. Nə biləm, bu qız arıqdır, amma çox şirindir. Tutun, o köçdü, amma yenə şirindir.
Gördünüz nə demək istəyirəm? Yəni, o buğadır, bu da silotka deyil. Bunu belə də deyə bilirsən. Amma bu, onun odur da. Yəni, bu günlərim, tuta bildiniz nə demək istəyirəm? Yəni, biraz minusa köklənməyin də, pastelini plusa köklənin. Yəni, devamlı problemlər danışmayın. Problem var, həlli yollarına danışın. Bu qız bu gün bir problem çıxardıb. Bu, necə həll edə bilərik? Onu danışın. Devamlı o sən problem elədin, sən səfərə, o bir şey dəyişməyəcək. Bunu düşünə biləndə, bunu dərk edəndə çox yaxşı yerə gələcəksiniz. Yəni, düzgün başa düşün ha mənə. Cumhuriyyəti bundan daha az adam qurmuşdu bizdə. Başa düşdünüz? Yəni, az deyilsiniz. Çox da gözəl düşüncələrlə. Yəni, burada ailənizi, çevrəvizi, dövlətimizi, millətimizi pisləməklə bir şey nail ola bilməzsiniz. Yəni, mən İngiltərədə belə yediyini yerə atan ingilislər gördüm, yəni. Çox səviyyəsiz insanlar da gördüm orada, yəni. Başa nə demək istəyirəm, yəni. Amma siz bunu çox belə şey deməyin də, buradakı minusları, buranın minusları var. Amma buranın plusları da var. Bugün burada sən az maaş işləyirsən, razıyam səndən. Amma xəstələnəndə sənin evindən atmırlar. Yəni, deyib xalan gildə 2 gün qala bilirsən. Belə şeylər də var, yəni. Tutdunuz nə demək istəyirəm, yəni. Mən acam deyən biri görməzsən də. Burada mən çıxın biri desin ki, mən acam desin də. Axırın səfər iş yerin qabağına biri gəldi ki, mənə olar bir acam yemin. Mən dedim, keç marketdə. Marketdə də belə administrator söyləydi. Dedim, Kemal, kömək edeyim, dənə lazımdır. 4 kilo ilə Holland peyniri almışdı. Və bu çekin içində ən standart buydu. İsviçrə şokolatı var idi. Misal üçün, çox qeyri-adi. Adam 20 kilo kartoşka, 20 kilo yağ alsaydı qınamazdım. Başa düşdün mü? Adam Holland peyniri alıb. Yəni, çeki gətirdilər belə, çek bu qədər idi. Tutup bir de bu değil de yani bu... Yani bizim için mən də acıydım o gün. Çobarıdan yine acam ben. Yani mən sizden daha acam. Tələb olmağınıza baxmayın. Sizin gözünüz acıdır. Mənim qarnım acıdır. Yani o tələbələrə nə versin? Ferrari sürən tələbə gördüm. Mən cidden deyirəm, bax Ferrari sürən acıydı. Dedim, daha sizin ailədən təbii ki gəlib o maşın. Amma bu acıdır. Tələbə deyincə həmişə acı olur. Mən onu anlamıram. Okey, başqa? Deməli, 4 il universitet, kilsə 2 il magistr, bir ildə doktorantur. 27 il vaxt edir. Vay dədə. 7 il ən yüksək səviyyə... Qoy deyim də, onun yarısından çoxunu oxuyub, indi maaşı mən verirəm. Mən də Naxçıvanda 8-ə qədər oxumuşam. Biz sizə söz onu gətirəm ki, 7 il Eləmə. ən yüksək səviyyədə oxuyub, ən yüksək səviyyədə ixtisas oxuyub, 10.000 manat maaş almaqdan... Ay qardaş, bax, qısaca deyim, cavabını verim mən sana. Başı olan adam o qədər oxumaz zaten. Çünki Yaponların bir sözü var, deyir 2 dəqiqədən artıq makyaj edən qadın çirkindir. Sən 7 ilə bir şey olmayıb da səndən da, yəni başa düşdünüzmü? Yəni mən oxumağın bu tərəfindəyim. Çünki mənim qızım var 9 yaşında, artıq 2 xarici dil bilir. Mən ona deyirəm ki, sən 9-a qədər məcbursan, döyə-döyə oxuyacaqsan. 9-a qədər mənə 2 xarici dil dedim, indi xarici dilləri tezləşdirdik, o birlər hələ soranı işidir. Oxumaq istəmirsən, oxuma yəni qızım, problem yoxdur. Amma oxuyacaqsansa da dibinə qədər oxu. Həkimdir. Git mikroskopik, nə bilim, beyin əməliyyatı elə, nə bilim, yoxsa oturub burada haran ağrır, dirsəyim ağrır. Bu da görür də, mən də görürəm ki, dirsəyim ağrır. Sən bunun həkimə nə ehtiyacı var? ChatGPT yazırsan ki, dirsəyim də ağrır, bir şey deyəcək, mazı yazacaq, onların da aptekini ceyb alırsan, başa işdirmi? Nə iş? Bunun üçün oxumayın yəni. Başqa çarəmiz yoxdur, oxumayın. Mən demirəm ki, oxumayın. Nerə deyirəm, sanki şey oldu mu, təhsil qarşılığı. Oxuma demirəm, ən yaxşısı ol. Nəsə deyərdim yəni. Məsələn, sən mənə deyirəm ki, mənim saçım niyə belədir, sən deyil. Hər zaman deyirəm, gənclər, gedin filmə baxın, 60-70 milyon dollar seçilən bir filmə baxın, 20-ci dəqiqə anlayacaqsan filmin nəticəsini. Niyə? Çünki səni düşündürmək istəmirlər. Sən yorulma. Məsələn, film gənclərdən soruşuram. Məsələn, bizim işçilər sizdən çox gənc var da bizdə. Sırf sizin yaşda sizdən çox. Deyirəm, mən filmlər izləyirsiniz. Danışır, baxıram. Sonra deyib baxıram filmi. Film bundan ibarətdir. Motivator Fitness Klub sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Oğlan qardaş yemir, yorulmur, yatmır, ancaq sevgisiz arxasında qaçır. Qız da həmçinin, bunlar qətiyyən pullardan gəlir bəlli deyil.
İtalyan bu şəhərindən 20 saniyə sonra başqa şəhərdədilər artıq yaxtadan düşürlər, oradan çıxırlar. Bu 2 ilə çəkilib. Bu manyak, sən bunu başa düşdünüz nə demək istəyirəm? Yəni bu deyil gənclər həyat. Həyat realistdir. Həyat pul qazanma səbəbləri ilə. Sən düşünə bilirsən onu. Mən onun elə filmləri siz gənclərin bəyəndiyi, siz də xanımların bəyəndiyi filmlərə baxın, mən nə gülməyimə gəlir? Kamera arxası. Düşünün, qızlar bayılaraq ona. Qız gəlir belə, oğlan gəlir belə, görmüşsünüz oğlanları. Yəni o oğlanlar yemək yemir. Ancaq sevir. Gəlir belə, orada şey gülürəm, misal üçün, şəhərin mərkəzində mindirlər maşına, tamam mı? Buradan Qubiyə getdiyimizi düşün. Zapravkaya girəcəyik, tualetə girəcəyik. Bunlarda heç nə yoxdur. Maşına minir, düşür, göl kənarında sürpriz hazırdır. Mən bizə kimə gülürəm, o yoxdur. O şamı yandıran var, setdə. Yəni var, yox, lənət. Arvad da buradan yığır ki, uşağı yeməyi nə oldu? Zat bir dənə burada yazır, səs atır, bir dənə düşünün onu. Görmürsünüz də o filmi belə, qız belə düşür, belə külək zad o an gəlir, belə şamlar, zadlar, baxmışsınız da. Mən bir dəfə onu şeydə gördüm. Allah, nə qədər güldüm. Çünki o qədər yadıma düşdü. O set var ya, günü 25 manata işləyirlər, set işçilər də. Şamı yandırır, arvad da burada. Uşağın yeməyi yoxdur, nə vaxt gəlirsə, bu set də uzanı baxır. Siz də bir dənə belə şeyə, oğlana baxsınız, belə qaşlarlar, aşağıdan işçilər dururlar ki, dayanır. Görürsünüz? O da mal olmayın da. Sözsüz ki, filmə baxın. Amma yəni filmə baxın da, filmə baxın. O nədir ki, o komediyaya da baxın. Hər şeyə baxın, mən söz demirəm. Amma da yəni buna... Ondan sonra gir o aktyorun şeyini, Instagramını tapır, onu izləyir, ondan sonra getdi. Bir həftə sonra onun kimi geyinir, onun kimi yaşayır və onun kimi manqol olur. Bu gün sən baxdığın fanat, sən mən izləmirsən ha, bu gün mən sən xeyribədir. Amma sən geysən Burakoviçevi izləyirsən, sən bir qəpi xeyri yoxdur onun. Səfəm, görürsünüz, izlədiyiniz o insanların sizin həyatınızda heç bir toxunacağı yoxdur. Bəlkə yolda yıxılsan, Allah göstərməsin, ayağını qırılsan, mən səni maşına qoyub bir həkimə aparacam. Onlar eləməyəcəm, amma siz onları, bu deyil yəni. Bu fanatiklik doğru deyil. Sizi həyatınızı yönləndirmələrinə icazə verməyin. Və bu adamı izləyin, bax. Çünki bu gün bax, ən azından sizi tərbiyə edən bir məsələ də var. Çünki burada olmayıb çöldə başqa bir pis bir şey də başınıza gələ bilər, düzdür? Bu gün ən azından başınıza pis bir şey başınıza gəlmədi. Ən azından bu adamı izləyin. Bir-birinizlə ünsiyyətinizi, çevrəvizi, ailəvizi. Valla mən həqiqətən də deyirəm, bir qəpik xeyriniz yoxdur mənə. Çünki belə baxıram mənə, bizim müştərim olmağınıza da çox var. Siz pul qazanasınız da, ona qədər mən sektor dəyişirəm. Amma ən azından baxma da, mütləq ki, gəncimizsiniz, millətimizsiniz. Mən həqiqətən millətpərəst biriyim. Çox sevirəm milləti. Çünki dediyim kimi, çox gəzəndə də başa düşürsən onu. Burada oturursan, Kənan sənə maraqlı gəlmir. Amma geysən Avropaya, deyirsən, xaraktersizlərə, nə qədər nədir? Kənan onlardır, geyib oturub bir çay içərdik. Həqiqətən də onun qiymətini orada anlayırsan. Necə ki, mənim dostlarımla Avropada yaşayanlar var. İstəyirəm, yığır mənə, adam tamam M4 gəl sürür, amma darxır da, bir dənə çay içərdik, söhbəti yoxdur. Yəni, bu şeylər daha önəmlidir. Və mən sizə nacizanə məsləhətim budur ki, gözəl düşünməni özünüzə məqsəd edin. Sözsüz içinizdə də çox pis insanlar var və bu olacaqdır da. Mən hər zaman deyirəm, oğlanlar anlayar, qızlar üzüldü sayın. Deyirəm ki, mən çünki bir dəfə oğlanlardan görüşmüşdük. İndi sizə də onu mən detalını anlatım, yekunlaşdıraq. Deyirəm ki, mən Cameronu keçdim. Çünki mən belə baxıram, oğlanlar mənə haqq verərlər. Mən Amerikan karlar, böyük motor maşınlar, motosikillər sevirəm. Mənə görə bir 17-21 yaş arası bir cavan oğlanlar, bu təbii ki, ölçü deyil, amma genel olaraq şablonlaşdırmışam da, Camaro sürməlidir. 22-30'lara qədər Mustang sürməlidir. 30'lar və sonrasında bir Challenge, sonra bir bəlkə SS Shelby. Yəni mən Cameronu keçdim, sürənmədim onu. Qazana bilərkən sürənmədim. Yəni qızdan anlayacağı dildə desək, mən belə istəyirəm ki, o şeylə keçirtməyin yəni, bu cavanlığınızda yaşayın yəni. Hani marka yaradacağım da öldüm, getdim. 40 yaşında markam var, yaşamadığım bir həyat var orada. O da olmasın. O baxımdan mən hər zaman deyirəm, mən çox yaxşı yaşayıram. Bu gün mən işdə olsaydım, Günay xanım, razısınız ki, bir 500 manat artıq qazanma ola bilərdi. Bunu da yaşa yəni. Bu 6-cı gün işdə olsaydım, mənim üçün daha verimli olardı. Amma yox da, biraz da bu. Anladınız mı? En azından
Necə olmamalıyam, amma anladım misal üçün. Bu beynimlə sənin yaşında olum, tamam mı Kenan? İnan səmimiyyətimə hər şeyimi verməyə razıyam. Yəni o qədər şeyə sahibsən. Bax, inan səmimiyyətimə deyirəm. Mən sadəcə sənin kimi saçım olsun deyə mən 5000 xərcləmişəm, 3 ayda onu gözləyirəm yəni. Sən görək ən azından orada qabaqdasan. Vaxtım var Kenan, o vaxtı da gözəl qiymətləndirin. Yəni razıyam ki, hər şeyi görün, yaşayın. Hər şeyə baxın, hər şeydən maraqlanın, amma çox yox. Yəni baxdım bitdi yəni, olay bitdi. İndi işimizə baxaq. Ailə dəyərlərinizi qoruyun. Sonda anlayacaqsınız ki, sizə ən dəyərli şey ailənizdir. Ki, içinizdə çox bərbad ailəsi olan da ola bilər. Yenə də ən yaxşısı odur. Çünki bayaq dedi, xanım qız sual verdi ki, dəstək olubmu? Mən ailəmin ən böyük dəstəyi oldu ki, tam səmimi deyirəm. Mən valideynlərim, mən onları utandırmamışam və onlar da mənə inanıblar. Sadəcə inanıblar, yəni başqa bir şey eləməyə ehtiyac yoxdur. Zaten çox bir üfləyə-püfləyə böyüdülən uşaqların bir şey olmadığını mən bu yaşımda gördüm. Warren Buffett'ın çox gözəl bir sözü var, hər zaman deyirəm. Varlı olmaq üçün tək şey lazımdır, kasıb ailədə doğulmaq. Uğur arzulayıram, gözəl düşünün, bir-birinizi dəstəkləyin, millətinizi və insanlarınızı sevin, yüksək görün, özünüzü də hamıdan yüksək görün, çalışın. Uğurlar sizə, şad oldum.